Rus dilini öğrenməkdə motivasiyanı necə itirməmək olar? Salam dostlar. Bugün Rus dilini öğrenmek çətin göründüyündə və motivasiya azaldığında nə etməli olduğumuzdan danışacağıq. Əgər sən də nə vaxtsa mən bu dili niyə öyrənməyə başladım ki deyibsənsə, bu video sənin üçündür. Rus dili asan dil deyil. Feillər, zamanlar, aksentlər, qoşmalar, şəkilçilər bir anda yorulmaq çox asandır. Bəs yaxşı, bu niyə baş verir? Tez nəticə istəyirik, amma inkişaf yavaşdır. Özümüzü ruslarla müqayisə edirik. Elə bilirdik ki, irəliləyiş yoxdur, amma əslində var, sadəcə gözə çarpmır. Bu yaxınlarda Telegram paketimi əldə edən bir tələbəm mənə Instagramda yazmışdı ki, bəs müəllimə, hər şey əladır, dərslər super gedir, metodikanız əladır. Çox razıyam, amma məndə belə bir problem var. Mən rus dilini təcili şəkildə çox qısa bir zamanda öyrənməliyəm, amma mənim bu dilə qarşı heç bir həvəsim yoxdur. Mən özümü məcbur edə bilmirəm ki, oturum bu dili öyrənim. Mən necə edə bilərəm? Mənə hansı yol, hansı üsul göstərə bilərsiniz ki, məndə həvəs yaransın bu dilə qarşı? Ümumiyyətlə, siz əgər bir dili öyrənməyə başlayırsınızsa, həvəsdən çox sizdə disiplin olmalıdır. Çünki həvəs bir anlıqdır. Yəni, siz çox böyük həvəslə başlaya bilərsiniz bu dili öyrənməyə, amma bir müddətdən sonra nəticə görməyib, həvəsdən düşüb, dərsləri yarımçıq buraxa bilərsiniz. Çünki həvəslə başlayırsınız, deyirsiniz, mən belə eləyəcəm, mən bu dili öyrənəcəm. Amma biraz çətinliyə düşən kimi, hər hansı mövzuda biraz çətinlik çəkən kimi deyirsiniz ki, rus dili mənlik deyil, mən bu dili öyrənə bilməyəcəm, məndə alınmır. Disiplin olan yerdə isə həvəsiniz belə olmasa, siz qarşınıza məqsəd qoyursunuz ki, mən həftədə 2 dəfə və ya 3 dəfə rus dili dərslərinə qoşulacam, daimi üzərimdə çalışacam və mütləq nəticə əldə edəcəm. Və inanın ki, əldə də edəcəksiniz. Həvəssiz belə başlasa, zaman müəyyən bir müddətdən sonra, özünüzdə nəticə görəndən sonra, inanın ki, həvəsiniz də yaranacaq bu dilə. Daxili motivasiyanızı tapın. Nə üçün bu dili öyrənmək istəyirsiniz? Dostoyevskini orijinalda oxumaq istəyirəm. Rusiyada səyahət edib özümü doğma kimi hiss etmək istəyirəm. Karyeramda irəliləmək istəyirəm. Öz nəyə görəni tap. Yaz, divara as və hər gün özünə xatırlat. Kiçik uğurları kiçiltmə. Mahnıdan bir söz başa düşdünsə, uğurdur. Rusça yemək sifariş etdin, uğurdur. Zarafatı başa düşüb güldünsə, böyük uğurdur. Hər addımı qeyd et, öyrənməyi əyləncəli et. Dil oyunları oyna, rus seriallarına bax, rusca gündəlik yaz. Rus dili çətindir, amma eyni zamanda da maraqlı macəradır. Əgər sən bu yoldasansa, deməli düşündüyündən daha güclüsən. Şərhlərdə yaz, bəs sən nə üçün bu dili öyrənmək istəyirsən? Əgər bu video sənə az da olsa motivasiya verdisə, kanala abunə ol, videonu bəyən və rus dilini öyrənən dostlarınla paylaş. Növbəti videolarımızda görüşənədək sağ olun.